Salam əziz izləyicilərim, hər birinizə kanalımda xoş gördüm. Bugün mən sizə qoşulduğunuz Wi-Fi modeminin və yaxud telefonun necə Wi-Fi parolunu öyrənmək olar, password kodunu necə öyrənmək olar, onu göstərəcəm. Əvvəlcə biz Play Market-ə, əgər Android istifadəçisinizsə, Play Market-ə, əgər iOS istifadəçisinizsə, iPhone və yaxud macOS istifadə edirsinizsə, App Market-ə daxil olmalısınız. Play Market-ə daxil olduqdan sonra axtarış bölməsinə axtarın sözünə bir dəfə klikləyirik. Ondan sonra bura QR kod scanner avtomatik tətbiq gəlir. Burada ən yuxarıda, yəni birinci, yəni sponsor olmayan burada QR scanner. Buna bir dəfə klikləyirik. Kliklədikdən sonra quraşdırın düyməsinə bir dəfə klikləyirik. Bəli, tətbiqimiz yükləndikdən sonra QR barkod scanner tətbiqinə bir dəfə klikləyirik. Kliklədikdən sonra QR scanner tətbiqi bizim qarşımıza çıxır. Burada açın düyməsinə bir dəfə vururuq. Açın vurduqdan sonra bizim kameramız açılır. İndi isə mən sizə öz telefonunuzla qoşulmuşsunuzsa Wi-Fi modeminə, yəni əlavə bir telefonunuz yoxdursa necə tapmaq olar, onu rahatlıqla göstərəcəm. Bunun üçün əvvəlcə biz Wi-Fi-ın üzərinə gəlirik. Wi-Fi-yə bir dəfə basılı saxladıqdan sonra daha çox tənzimləni vururuq. Daha çox tənzimləni vurduqdan sonra bizim qarşımıza belə bir QR çıxır. Mənim telefonumda aşağıda, yəni yeni telefonlarda göstərilir parolu, ancaq Redmi Note seriyalarında, yəni əvvəlki MIUI seriyalarında, Samsunglarda bunlar göstərilmir. Samsungun öz əməliyyat sistemində göstərmir. Bunun üçün biz bir dəfə bunu ekran şəklini çəkirik. Ekran şəklini çəkdikdən sonra biz daxil oluruq QR skannerə. QR skannerə daxil olduqdan sonra ən solda 3 xətin yanında, yəni flashın yanındakı qaleriya düyməsinə bir dəfə klikləyirik. Kliklədikdən sonra burada qaleriya bir dəfə klikləyirik. Qaleriya kliklədikdən sonra bizim QR kodu seçirik. QR kodu seçdikdən sonra burada şəbəkə adı, sonra şifrənin qoyulduğu VPA, məsələn